Hər vaxtınız xeyirli və uğurlu olsun. Bizim Səda həmişə olduğu kimi bugünə və bu saat olan buraxılışı ilə efirdədir. Hamınızı idman ölkəsinə çevrilən Azərbaycanın qələbə zəfərlərinə canlı şahid olmaq üçün idman arenalarına dəvət edirəm. Bütün Avropanın gəlişinə günləri saydığı 1-ci Avropa oyunları yaxınlaşdıqca həyəcan və məsuliyyət yükümüz də get-gedə ağırlaşır. Bu oyunların sadəcə bir idman tədbiri olmadığı isə heç kim üçün sir deyil. Bu ilk növbədə ölkəmizin, xalqımızın dünyada təbliği deməkdir. Digər tərəfdən də bu dünya ictimaiyyətinin ölkəmizə və xalqımıza göstərdiyi etimadın birbaşa nümayişidir. Respublikamız şübhəsiz ki, gələcəkdə daha da geniş miqyas alacaq oyunların tarixinə ilk ev sahibi kimi adını qızıl hərflərlə yazdıracaq. Bizim xalqımız tarixən duzlu çörəkli, süfrəsi bol bərəkətli olub. Başqa hansı xalq da qonaq ruzisini də özü ilə gətirər kimi bir deyim var. Bizdə qonağı süfrənin başında əyləşdirmək, ona ən dadlı təamlardan daddırmaq, ən dilbər güşələrdə gəzdirmək elə dədə-babadan adət olub. Əməkdaşımız Elmira da sıradakı sujetində mötəbər tədbir əsnasında çoxsaylı qonaqlarımızı qarşılayacaq, onların qulluğunda duracaq otel və mehmanxanalarımızın hazırlıq işlərindən danışacaq. Diqqətiniz bizdə olsun. Avropa oyunları öncəsi otellərin üzərinə böyük məsuliyyət düşür. Belə ki, xidmətin səviyyəsi nə qədər yüksək olarsa, qonaqlar da bir o qədər ölkəmizdə məmnun qaydarlar. Gəlin araşdıraq görək, Avropa oyunları öncəsi otellər hansı hazırlıq işləri görür. Birinci Avropa oyunları ilə əlaqədar şəhərimizə axın edən turistlərin sayı günbəgün çoxalır. Turistlərə və paytaxtımızın qonaqlarına yüksək səviyyədə xidmət göstərmək üçün otellərimizdə də hazırlıq işləri görülür. Xüsusilə də xidmət səviyyəsini yüksəltmək üçün işçi heyəti müxtəlif kurslara cəlb edilir. Mütəxəssislər deyir ki, bütün hazırlıqlar Avropa oyunları başlayana dək davam edəcək. Hazırlıq prosesi tam sürətlə həyata keçirilir. Otellərimiz möhtəşəm tədbirin qonaqlarını qarşılamağa demək olar ki, hazırdır. Daim bazarla münasibətlik, müxtəlif daim masalar keçiririk, müzakirələr keçiririk və bugün gündəmdə olan məsələlərdən biri də otellərin və təbii ki, otellərlə yanaşı digər yerləşdirmə müəssisələrinin və eyni zamanda ictimai yaşayış müəssisələrinin məhz oyunlara hazırlıq səviyyəsinin qiymətləndirilməsidir. Mən düşünürəm ki, bugün otellərin 90% təxminən oyunların keçirilməsinə hazırdır, müvafiq onlar da işlərini görüblər. Bu sırada məsəl üçün personalın təlimidir, göstərilən xidmətlərin səviyyəsinin qaldırılmasıdır, bəzi yerlərdə təmir işləridir və s. Bunlar demək olar ki, tamamlanıb. Ölkəmizdə 500-dən artıq otel fəaliyyət göstərir. Təkcə paytaxtda qalacaq turistlərə otel və mehmanxanalarda 30 minə yaxın yer təşkil edilib. Oyunları yaxından izləmək istəyən xarici ölkə vətəndaşları ölkəmizdə otel bron etməyə davam edirlər. İçəri şəhərdə yerləşən otellərə maraq daha çoxdur. Burada demək olar boş yerlər qalmayıb. Bakıda fəaliyyət göstərən əksər otellərdə yerlərin 60-70% artıq dolub. Avropa oyunlarına hazırlıqlar böyük sürətlə davam edir. Müxtəlif ölkələrdən qonaqlarımız olur. Qonşu ölkələrdən maraq göstərənlər də çoxdur. Yerlərin çoxu qabaqcadan bron edilib. Bizim üçün böyük məsuliyyətdir. Çalışacağıq qonaqlarımızı razı salaq. Azərbaycan mədəniyyətini, tarixini, mətbəxini qonaqlara olduğu kimi çatdıra bilək. Mütəxəssislər 1-ci Avropa oyunlarının Azərbaycan mədəniyyətini dünyada tanıtmaq üçün gözəl imkan kimi dəyərləndirirlər. Qonaqlarımızsa ölkəmiz haqqında ilkin təəssüratı elə qalacaqları otellərdən alacaqlar. Sevindirici haldır ki, şəhərimizə təşrif buyuranlar həm tariximizlə, həm də mədəniyyətimizlə yaxından maraqlanırlar. Azərbaycan mətbəxi isə turistlərə hər zaman maraqlı olub. Bunu nəzərə alan otellərimiz Avropa oyunları öncəsi Azərbaycan Breakfast adlı səhər yeməyi brendini təqdim ediblər. Bəzi otellərdə isə milli mənəvi dəyərlərimiz olan musiqimizin, rəqslərimizin xarici qonaqlara təqdim olunması nəzərdə tutulub. Ümid edirik, qonaqlarımız ölkəmizdən məmnun qayıdacaqlar. Elmira Manaflı, Ziya Allahyarov, Lider TV. Mən 1-ci Avropa oyunlarında iştirak edərək Azərbaycan 3 rəngli bayrağını zirvəyə qaldıracağım.
Buraxılışlarımızı diqqətlə izləyənlər kollektivimizin gənc olduğunu bilirlər. Bütün gənclər kimi bizlər də həyat dolu və enerjiliyik. Ümumiyyətlə, gənclər cəmiyyətin aparıcı qüvvəsi adlandırılır. Azərbaycan gəncliyi də həmçinin. Bizlər indidən var gücümüzlə çalışmalıyıq ki, həm öz gələcəyimizi, həm də ölkəmizin sabahını təmin edə bilək. Yurdumuzu hüdudlardan kənarda təmsil edənlər də elə əsasən gənclərimizdir. Müxtəlif dünya miqyaslı bilik yarışlarında, sayılıb seçilən turnirlərdə, layiqli yerlərdə çəkilir Azərbaycan gənclərinin adı. İntellektual, mədəni gənclər ölkəsinin bir növ siması rolunu oynayır. Bu sıraya idmançılarımız da daxildir. Əməkdaşımız Ülviyə də növbəti sujetində Avropa oyunları siyahısına salınan ən möhtəbər yarışlardan olan voleybol idman növündən və həmin yarışlarda ölkəmizi təmsil edəcək voleybolçularımızdan danışacaq. Bugün voleybol dünyada ən populyar və dinamik idman növlərindən biridir və Avropa komandaları bu növdə ən güclülər sırasındadır. Voleybol hərəsində 6 oyunçu olan iki komanda arasında topla oynanılan oyundur. Oyunun məqsədi topu tor üzərindən aşırıb rəqib komandanın meydançasında yerə dəyməsinə nail olmaq və bununla da xal qazanmaqdır. Populyarlığa görə komanda idman növlərindən futbol və basketboldan geri qalsa da, bugün voleybol, handbol, buz xokeyi kimi məşhur idman növlərindən daha çox auditoriyalara malikdir. Voleybolun klassik, çimərlik və otüstü növləri var. Respublikamızın ev sahibliyini edəcəyi 1-ci Avropa oyunlarına artıq sayılı günlər qaldı. Bu dünya miqyaslı tədbirdə qələbə qazanmaq uğrunda mübarizəyə qatılmaq üçün voleybol üzrə milli komandamız da yüksək səviyyədə hazırlaşır. Məqsədimiz ölkəmizi layiqincə təmsil etmək və medal qazanmaqdır. Mən komandama inanıram. Təlim məşq toplantısına qadınlardan ibarət Azərbaycan milli yığması 24 voleybolçu ilə qoşulub. Sonda isə bu idmançılardan 12-si komandanın heyətinə qatılacaq. Onu da qeyd etmək lazımdır ki, Bakı 2015 Avropa oyunlarında Azərbaycanın ən populyar idman növü olan voleybol üzrə 330-dan artıq idmançı iştirak edəcək. Xanım voleybolçularımız isə ilk dəfə Azərbaycanda keçiriləcək Avropa oyunlarında qalib gələcəklərinə əmindilər. Hal-hazırda biz gündə 2 dəfə məşq edirik. Həm fitness məşqlərimiz olur, həm toplarla zalda məşq edirik və ayın 11-də Sloveniya yığması gələcək, onlarla oyunlarımız var. Avropa oyunlarına da artıq az müddət qaldığı üçün biz də bu məsuliyyəti hiss edirik və əlimizdən gələni edirik. Ölkəmizin də lazımınca təmsil edəcəyimizə, yəni əlimizdən gələni edirik və çalışırıq. Hazırda gündə 2 dəfə məşq edirik. Əsasən fitness toplarla məşq edirik. Avropa oyunlarına az vaxt qaldığı üçün əlimizdən gələni edirik. Ölkəmizi layiqincə təmsil edəcəyik. Qeyd edək ki, Bakı 2015 Avropa oyunlarında voleybol yarışları iyunun 13-dən 28-nə kimi davam edəcək. Yarışda kişilər və qadınlardan ibarət 12 komanda 2 dəst medal uğrunda mübarizə aparacaq. Biz də lider kollektivi olaraq idmançılarımıza uğurlar arzulayırıq. Bu möhtəşəm yarışda bayrağımızı yüksəldəcəkləri, himnimizi səsləndirəcəkləri anları səbirsizliklə gözləyirik. Ülviyə İlxan qızı, Turan Mustafayev, Lider TV. Böyük şəhərlərdə nədənsə həmişə qəribə bir soyuqluq hiss edirəm. İnsanların simalarında belə sanki biganəlik sezilir. Kiçik şəhərlərdə isə əksinə demək olar ki, hər kəs bir-birini tanıyır. Qarşılaşanda gülümsüyür, hal-əhval tuturlar. Burada qonşuluqlar da, dostluqlar da möhkəm olur. Qurulan əlaqələr bir ömür boyu qorunur. Əməkdaşlarımızla bu mövzuda ara-sıra söhbətlər edirik. Xumar da elə söhbətlərimizdən ilhamlanıb, qonşu olsa, kor qız ərə gedər misalını da əlində rəhbər tutaraq sıradakı sujeti hazırlamaq qərarına gəlib. Deyir, mən bu qonşu məsələsinə şəxsən özüm aydınlıq gətirəcəm. Maraqlıdır, görəsən bu onda necə alınıb? Buyurun, siz də izləyin, qiymət verin. Axı biz özümüzdə kimisə qonşusuyuq, ona görə də baxıb nəticə çıxarmağa məncə dəyər. Buyur qonşu, nətərsən? Sağ ol, sən necəsən? Yaxşıyam, nə var, nə yox? Sağ ol. Subaylarımızdan görəsiniz, qonşunun toyudur, gəlmişdik sizə, elə mən də gəlmişdim, yox idim. Dəvətnamən də hələ də məndədir. Burada yox idim, Könül, getmişdik Türkiyəyə. Subaylarımızdan görəsiniz, Allah xoşbəxt eləsin. Sağ ol, deyərsən də bir tamaşa. Hə, deyərəm, oldu toy. Bir də gözlə uşaq çağırır, gözlə. Hə, yaxşı.
Yaşamaqdan zövq almaq, sevincini, kədərini bölüşmək üçün qonşuya hər zaman ehtiyac duyulur. Elə isti münasibət üçün də ən yaxşısı qonşudur. İnsanların həm fiziki, həm də psixoloji cəhətdən sağlam formada yaşaya bilməsi üçün ictimai münasibətlərə ehtiyacı var. Elə qonşuluq da yaşadığımız yerin mədəniyyətini əks etdirir. Amma gəlin etiraf edək ki, bölgədən bölgəyə, cəmiyyətdən cəmiyyətə müxtəlif formalarda təzahür edən qonşuluq əlaqəsi kənd, qəsəbə kimi kiçik yaşayış məntəqələrində daha mehriban qurulur. Qonşuluq ümumiyyətlə yaxşı şeydir, çünki insan cəmiyyəti sosial adlanır. Burada insanlar ünsiyyət, münasibətlər qururlar və həmin ünsiyyət və münasibət olmadan burada müxtəlif fəsadlar yaranır, o cümlədən psixoloji, məsəl üçün depressiya, stresslər və s. Və bunların olmaması üçün insanlar təbii olaraq əzəldən bir yerdə qonşuluq eləyirlər. Bu bir tərəfdən ictimai həmrəylik, digər tərəfdən isə ailələrin rahatlıq və güvən içində yaşamaları baxımından çox əhəmiyyətlidir. Çünki yaxınlığında sənin üçün hər şey hazır olan qonşunun olduğunu hiss etmək insana güvən, rahatlıq verir. Elə şəhər sakinləri də uzaq qohumdansa yaxın qonşunu üstün tuturlar. Uzaq qohum yaxşıdır, yoxsa yaxın qonşu? Mənə elə gəlir yaxın qonşu. Çünki adamın bir problemi olanda uzaq qohuma gedib zəng eləyincə, çağırınca mənə elə gəlir ki, elə öz qapı qonşumuz bizə onlardan tez yardım göstərər. Yaxşı qohum baxır xarakterinə. Yaxın qonşu daha yaxşıdır. Hər ikisi. Tədqiqatlar göstərir ki, qonşuluq münasibətləri insan rifahına, xüsusilə də psixososial rifaha müsbət təsir edir. Sosioloqların fikrincə, əgər insanın qonşularla münasibəti yaxşıdırsa, bu ailənin emosional stabilliyinə səbəb olan amillərdəndir. Adicə, deməli, görüşəndən görüşənə salamlaşmaq, hal-əhvalı da bəzən soruşmaq olar. Amma ən çox, belə deyək, qonşular, dostluq edən qonşular hansılardır? Eyni yaşda olanlar, bayaqlar dediyim kimi, eyni belə həyat səviyyəsində olanlar, xırda uşaqları olanlar, görürsən ki, uşaqları çıxarlar həyətə gəzməyə və həmin uşaqlarla bunlar, uşaqlar hesabına böyüklər də dostlaşırlar və həmin dostluğu illər boyu, deməli, öz xatirində saxlayırlar. Rüstəm, Murada kömək elə, davud içib çıxıb dama, uşağın gülü çatmazsalar yerə, sonra qonşuların dilindən düşmərik. Rüstəm, başına dönüm, ay bala, onu salaşan. Yavaş, özün yıxılarsan. Ataların belə bir misalı var. Deyir, qonşun yaxşı olsa kör qız ərə gedər. Elə biz də bu misalı əlimizdə bayraq tutaraq düşdük Sovetski küçəsinin canına. Görək hansı qapı özümüzə açılacaq. Hoş geldiniz. Buyurun. 64 yaşlı Gülçöhrə nənə də deyir ki, qonşuluqda mehribançılıq, səmimiyyət çox vacibdir. Hazırki Qədirli küçəsində doğulub boya başa çatan, hər kəsin xeyrinə, şərinə yarayan nənənin qonşularla münasibəti çox yaxşıdır. Qonşu qonşuya gərək mehriban olsun, qonşu qonşunun qədrini bilsin, qonşu qonşunun dərdinə, çoruna, xeyrinə, şərinə yarasın. Şükür Allaha, mənim qonşularım yaxşı qonşudur qızım. Mənim qonşularım çox gözəl qonşularım var. Bir-birinə mehriban olmuşuq. Birimizin bir əgəri olanda o bursa ona kömək eləyir. Gülçöhrə nənənin mərdliyindən danışan Sona xanım 15 ildir ki, onunla qonşuluq etdiyini deyir. Ümumilikdə isə məhəllədə yaşayan bütün qonşularından razı olduğunu da gizlətmədi. Qonşularımla münasibətim çox qəşəngdir, çox gözəldir. Qonşularım çox yaxşıdır. Biz başımızı bir yastığa qoyan kimi həmən qaçırlar. Tez gəlirlər, bizim dadımıza çatırlar. Çox gözəldir, xeyirxahdılar, kasıb-küsubə əl tutandılar. Çox qəşəng qonşularımız var bizim. O günlər külək bizim qapımızı sallayır. Heç oğlum da yox idi evdə. Belə kişi kimi getib qonşulardan adam getirdi, qapının ağırlığında qapını düzəltdirdi. Qoşu müəllim. Nə dərs? Bəlkə köməyə dərsiz servanti çəkməyə. Gücüm çatmır. Get şair, get. Milletin sənə ehtiyacı var. Ha, yox. Aseda, bir servanta gücün çatmır. Amma hər gün gəlib xoruzlanırsan. Bana dur görüm, bana dur. Belə. Hər zaman aktual olan qonşuluq münasibətlərini yaxşı saxlamaq elə bizim özümüzdən asılıdır. Odur ki, çalışaq yaxşı qonşu olmağı bacaraq. Xumar Kərimli, Vüsal Cəfərov, Turan Mustafayev, Lider TV. Dünən bir söz deyirdi, bugün başqa söz. Və ya dilin bir söz deyir, ürəyin başqa. Və sair bu kimi ifadələrlə hərdən bir-birimizi günahlandırırıq.
Çox hərdəmxəyal adamdır, fikri də elə buradan götürülüb. Yəni, hər an fikrini dəyişib, 100 cür xəyallara düşən insanlar üçün belə deyirlər. Bunlarla birtəhər yola getmək olar. Vay o günə ki, qarşındakı insan mübahisəni sevən olar. Elə bizim Nurlan kimi. Keçən gün mağazaya pencək almaq üçün getmək istədiyini və ona yoldaş olmağını məndən xahiş etdi. Təbii ki, zövqlü bir insan kimi. Getdik. Elə ki, mağazaya girdik, 1-2 dövrə vurmuşduq ki, fikrini dəyişdim. Yox, pencək alası olmadım, ayaqqabı alacam. Ayaqqabı ilə qurtarsaq yaxşı idi. Daha sonra ağlından şalvar və daha nələr keçdi. Deyirəm, Nurlan, axı sən bura başqa məqsədlə gəlmişdin. Konkret bir fikrin yoxdur. Hər şey yadından çıxdı, başladı elə mağazanın içindəcə mənimlə mübahisə etməyə. Dediyim sözə peşman oldum. Nəysə, mən də özümə söz verdim ki, daha onunla şəhərə bir addım belə atmaram. Hətta yalvarsa belə. Hoş geldiniz. Sağ ol. Becerim. Getdim bugün bərbərə. Deyə kəstirdim. Niyə belə elədin? Neynədir mi? Mən demədim, bəs belə eləmə. Belə yaxşıdır, rahatdır. Yaxşı deyil belə, mənim xoşuma gəlmir. İndi sən mən sənin fikrinlə oturtdurmalıyım. Elə danışırsan. Sənə dünən də dedim ki, hər şeyin üstündə mübahisə eləmə. Mən belə xoşlayıram. Sənin fikrinlə oturub durası deyiləm. Mənim xoşuma gəlmir də belə. Papaq da almışam deyib, boyacam başıma heç nədə olmayacaq. Boyası da yaraşmır. Ümumiyyətlə, mübahisə istənilən münasibətlərdə mövcuddur. Əslində isə mübahisənin məqsədi həqiqəti ortaya çıxarmaqdır. Bəs görürsən, ümumiyyətlə insanlar niyə mübahisə edirlər? Deyirlər ki, qadınlar deyinir. Aydındır ki, mübahisədə iki tərəf bir həqiqət olur. Mübahisə zamanı tərəflər ya həqiqəti dəqiq bilmir, ya da öz fikrini doğru hesab edir. Bəzən mübahisəni kənardan obyektiv münasibətlə müşahidə edəndə yüksək səs tonu ilə mübahisə edənlərin əksər hallarda söylədiklərinin yanlış olduğunu görürük. Bəs görəsən, paytaxt sakinləri mübahisə barədə nə düşünürlər? Adətən paxıl uşaqlarla mübahisə aparır dərs üstündə. Çox insan özünü haqq kimi qəbul etmir. İstəyir ki, həmişə özü birinci olsun. Elə adamlar var, yəni öz dediyini tutub durur, yəni. Anlamaq istəmir də, yəni qarşı tərəfi ona görə. Mübahisə yaxşı nəticələnməyə bilər. Odur ki, diqqətli olun. Mütəxəssislərin fikrincə istənilən mövzuda həqiqət var. Sadəcə olaraq məsələ qarşı tərəfə güclü arqument və məntiqlə izah olunmalıdır. Bəzi hallarda isə mübahisənin predmetinin əhəmiyyətsiz olduğunu və tərəflərin əslində öz iradələrini nümayiş etdirmək istədiyinin şahidi oluruq. Təbii ki, mübahisənin psixoloji aspektləri də var. Psixoloqların fikrincə, mübahisə zamanı əsas məsələ əsəbləri cilovlamaqdır. Əgər belə olarsa, fikri aydın izah etmək daha asan olar. Psixoloq Ayda Nəbiyevə deyir ki, mübahisə bəzən insanların xarakterik xüsusiyyətlərindən irəli gəlir. İnsanlar var ki, onlar təbiətən biraz aqressivdirlər, biraz da mənəm-mənəmdirlər, biraz da istədiyim ki, ümumiyyətlə mübahisə eləməyi xoşlayanlar var belə insanlar. Onlar əsasən öz egolarını biraz aşağı qiymətləndirən, biraz özlərinə az güvəni olan, biraz natamamlıq kompleksi olan, yəni özünə əmin olmayan insanlardır ki, hansı ki, mübahisədə üstə çıxmaq istəyirlər, mübahisədə özlərini doğrultmaq istəyirlər. Yəni bu hardasa psixoloji problemlərin də yaratdığı bir amildir. Hansı ki, insan o prosesə meyilli olur, o prosesdə özünü doğrultmuş sayır. Mütəxəssislərin fikrincə, mübahisə bitibsə, məsələyə yenidən qayıtmaq ağılsızlıq olar. Qeyd edək ki, mübahisənin müxtəlif növləri var. Bunlar polemika, diskusiya, disput və debatlardır. Əslində bu növlərin hər biri ayrı mövzudur. Mübahisənin istənilən növü əslində həqiqəti ortaya çıxarmağa xidmət edir. Mütəxəssislərin fikrincə, əgər qarşı tərəfin həqiqəti bilmək niyyəti yoxdursa, onda mübahisədən yayınmanız məsləhət olunur. O mübahisəyə meyillik də bir şuuraltı proses olaraq gəldiyi üçün insan heç onun necə gəldiyini, necə onun özünü sübut elədiyini falan dərk eləmir. Mübahisələr sonunda məsələn aqressiv hallar baş verə bilər. Məsələn, bir-birlərinə xətər yetirə bilərlər, aqressiv sözlər deyə bilərlər, bir-birlərinə travmalar verə bilərlər, keçmiş xatirələri qabarda bilərlər. Hətta insan intihara belə gətirib çıxarda bilər mübahisə. Yəni o dərəcədə mənfi nəticələri ola bilər ki, ağlasılmaz dərəcədə. Mübahisə zamanı münasibətləri korlamaq istəmirsinizsə, diqqətli olun. Vaxtı düzgün təyin edin. Köhnə dəftərləri açıb tökməyin. Qısa-qısa danışın, dinləməyə hazır olun. Mütəxəssislərin fikrincə, belə məsələlərdə egoizmdən uzaq olmaq mütləqdir. Diqqətli olsaz görərsiniz ki, əslində mübahisə zamanı hər kəsin özünü ifadə tərzi onun həqiqətə nə dərəcədə yaxınlığından xəbər verir. Nurlan Vilayətoğlu, Rüfət Əliyev, Lider TV. Bax belə, bizdən bugünlük də bu qədər. Sabah yenidən görüşmək ümidi ilə sağ olun, salamat qalın.
De, maral, maraqlıdır. Buraxılışlarımızı diqqətlə izləyəcək. Valeyfu, vəhvə, əzbər kimi gedirəm. Dünən